Salam dəyərli valideynlər. Başlamazdan öncə kiçik bir xahişim olacaq. Bizə dəstək olmaq üçün lütfən bu izahımızı bəyənin. Ah, qış fəsli. Gəlişi ilə birlikdə sanki bütün valideynlərin ortaq bir kabusunu da gətirir. Elə deyilmi? Məktəbdən, bağçadan gələn viruslar, gecələr bitməyən öskürəklər, o burun axıntıları. Bu mənzərə yəqin ki, hamımıza çox tanışdı. Bax, elə bu dövrdə də apteklərdə, sosial mediada, dost-tanış məsləhətlərində bir ad tez-tez qarşımıza çıxmağa başlayır. Qara gəndalaş. Bəlkə də beynəlxalq adıyla daha çox eşitmisiniz. Elderberry. Yaxşı, bəs bu qədər təriflənən şey həqiqətən də bir möcüzədir, yoxsa sadəcə nənələrimizdən qalma bir xalq təbabəti nümunəsidir və ən əsası, bizim üçün hər şeydən vacib olan sual, övladlarımız üçün təhlükəsizdirmi? Gəlin bu suallara birlikdə elmin gözü ilə cavab axtaraq. Gəlin işin kökünə enək. Nədir axı bu qara gendalaş? Bu kiçik, tünd gilə meyvələri bu qədər xüsusi edən nədir? Gəlin əvvəlcə onun kimliyi ilə tanış olaq. Elmi dildə adı Sambucus nigra olan qara gəndalaş əslində təsəvvür edin ki, əsrlərdir, nəsillər boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan çox qədim bir bitkidir. Bəli, ona boşuna təbiətin dərman qutusu demirlər. Yaxşı, bəs bu balaca gilə meyvələrin sirri nədədir? Baxın, bütün sir onun o tünd bənövşəyi rəngindədir. Onlar antosianin adlanan super güclü antioksidantlarla doludur. Və məhz bu maddələr bizim immunitet sistemimizi sanki yuxudan oyadır, onu silkələyir və viruslarla mübarizəyə səfərbər edir. Bütün bunlar çox yaxşı səslənir, hə? Amma gəlin etiraf edək, bizə konkret sübutlar lazımdır. Yəni, müasir elm bu barədə nə deyir? Bu iddiaların arxasında real araşdırmalar dayanıbmı? Və elmin cavabı həqiqətən də çox maraqlıdır. Aparılan bir çox araşdırma göstərir ki, qrip, yəni influenza virusuna yoluxanda qara gəndalaş şurubu xəstəliyin ümumi müddətini orta hesabla 2, hətta 4 günə qədər qısalda bilir. İndi düşünün, xəstə uşağa baxan bir valideyn üçün 2-4 gün nə deməkdir? Çox böyük fərqdir. Amma burada çox vacib bir məqam var. Gəlin bir səhv anlaşılmanı aradan qaldıraq. Qara gəndalaş bir qalxan deyil. Yəni o, uşağınızın xəstələnməsinin qarşısını 100% almır. Amma əgər uşaq artıq xəstələnibsə, onun bədəninin bu xəstəliklə daha tez mübarizə aparmasına, daha sürətli ayağa qalxmasına kömək edən güclü bir dəstək qüvvəsidir. Faydalarını öyrəndik, indi isə gəldik bütün bu izahın bəlkə də ən kritik, ən vacib hissəsinə. Övladlarımızın sağlamlığından danışırıqsa, təhlükəsizlik hər şeydən, amma hər şeydən öndə gəlir. Ona görə, xahiş edirəm, növbəti məqamlara xüsusi diqqət yetirin. Lütfən bütün diqqətinizi bura cəmləyin. Çünki qara gəndalaş nə qədər faydalıdırsa, düzgün istifadə edilməyəndə bir o qədər də riskli ola bilər. Gəlin bu 3 qızıl qaydaya birlikdə baxaq. Birincisi və ən əsası. Qətiyyən, amma qətiyyən bitkinin çiy hissələrini istifadə etməyin. Onun yarpaqları, budaqları, hətta tam yetişməmiş gilə meyvələri zəhərlidir. Ona görə də evdə hazırlamaq kimi riskli işlərə girişməyin, ən təhlükəsiz yol aptekdən sertifikatlı hazır şurub almaqdır. İkinci qayda, yaş həddi. Pediatrların əksəriyyəti bunu 1 yaşdan, bəziləri isə daha ehtiyatlı davranaraq 2-3 yaşdan yuxarı uşaqlar üçün məsləhət görür. Və üçüncüsü, əgər övladınızda autoimmun xəstəlik kimi xüsusi bir sağlamlıq vəziyyəti varsa, həkimlə məsləhətləşmək sadəcə vacib deyil, mütləqdir. Çünki gəndalaş immuniteti həddən artıq stimullaşdıra bilər. Yaxşı, tutaq ki, bütün bu qaydaları bildik və qərar verdik ki, alırıq. Getdik aptekə və rəflərdə onlarla fərqli qutu. İnsan çaşıb qalır, elə deyilmi? Bəs hansını seçməli? Gəlin sizə sürətli bir aptek bələdçisi təqdim edim. Deməli, şurubu seçərkən etiketi çevirin və bu 3 şeyə baxın. Birincisi, tərkibində standartlaşdırılmış Sambucus nigra ekstraktı yazıldığından əmin olun. Bu o deməkdir ki, hər qaşıqda nə qədər aktiv maddə olduğu dəqiqdir, yəni keyfiyyətə zəmanətdir. İkincisi, şəkərin miqdarı. Təbii ki, nə qədər az şəkər olsa, bir o qədər yaxşıdır. Və üçüncüsü, faydalı əlavələr. Əgər şurupa sink və vitamin C də əlavə edilibsə, bu immunitet üçün daha da güclü bir kombinasiya deməkdir. Və sonda, gəlin ən vacib şeyi bir daha xatırlayaq. Bəli, qara gəndalaş qış aylarında övladlarımızın sağlamlığı üçün güclü bir köməkçi ola bilər. Ancaq heç vaxt, heç bir şurup və ya dərman uşaq sağlamlığının 3 təməl sütununu, keyfiyyətli yuxunu,
balanslı qidalanmanı və gigiyena qaydalarını əvəz edə bilməz. İndi növbə sizdədir. Bəs sizin bu mövzuda təcrübəniz necə olub? Qışda uşaqlarınızı qorumaq üçün qara gəndalaşdan istifadə edirsinizmi? Nəticəsi necə olub? Fikirlərinizi, təcrübələrinizi şərhlərdə bizimlə bölüşün, gəlin bir-birimizdən öyrənək. Daha çox belə məlumatlar üçün bizi izləyin və hələlik sağ olun.